Şad xəbər, bu şəxslərə 2 dəfə çox maaş ödəniləcək. Bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əmək haqqı ödənilən zaman yalnız gündəlik deyil, saatlıq tarif maaşı da nəzərə alınacaq. Report xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov özünün sosial media hesabında yazıb. Belə ki, həmin günlərdə əməyin vaxtamust ödənilmə sistemində gündəlik və saatlıq tarif maaşının 2 mislindən, əməyin işəmust ödənilmə sistemində 2 qat işəmust qiymətlərində və aylıq maaş alan işçilərə aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik və saatlıq vəzifə maaşının 2 qat məbləğindən aşağı olmamaqla əmək haqqı ödəniləcək. Əgər işçinin saatlıq tarifi 25 manatdırsa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləməkdə davam eləyibsə və 3 saat əlavə işdə olubsa, həmin saatlara görə 75 manat deyil, ən azı 150 manat maaş hesablanacaq. Digər tərəfdən, Azərbaycanda saatlıq iş rejiminə keçidin müzakirə olunduğunu nəzərə alsaq, bu maaş ödənişləri beynəlxalq standartlara uyğunlaşmağa imkan verəcək deyə deputat vurğulayıb.